Bakıda yeniyetmə qız qazda boğulub. Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 14 yaşlı qız yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Mərhumun orta məktəbdə təhsil aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır. TikTokda əvvəllər tanımadığı qadının fotolarından istifadə edərək əxlaqsız məzmunlu səhifə yaradan şəxs həbs edilib. Yasamal rayon məhkəməsinin hökmü ilə Göygöl rayon Qırıqlı kənd sakini olan 32 yaşlı Cavad Əliyevə 3 il 6 ay həbs cəzası verilib. Məlum olub ki, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurma kimi əməllərə görə tutulmuş Cavad sosial şəbəkədə təsadüfən bir şəxsə məxsus səhifəni görüb. O qadının fotolarını götürərək əxlaqsız məzmunlu yeni səhifə yaradıb, həmin şəxsin 100 manat müqabilində görüşdüyünü yazıb. Həmin qadına bundan xəbər tutduqdan sonra Cavada yazaraq səhifəni bağlamasını tələb edib. Cavad isə səhifəni deaktiv etmək müqabilində dəyəri $54 olan jeton göndərməsini deyib. Əks halda səhifəsini silməyəcəyini və onu daha da rüsvay edəcəyini bildirib. Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Cavad Əliyevin şəxsiyyəti müəyyənləşdirilib və ona Cinayət Məcəlləsindən 182-ci hədə-qorxu ilə tələb etmə maddəsi ilə iş açılıb. Qeyd edək ki, daha əvvəllər də sosial şəbəkələrdə qadınların görüntülərini götürüb əxlaqsız səhifələr yaradan şəxs məsuliyyətə cəlb edilib.